Bugünləri biz Photoshop'da brush mövzusundan bəhs edəcəyik. Brush tool bu hissədə yerləşir, üzərinə bir dəfə vurduqda aktivləşir. Baxın, yazısında yazılır, amma biz onu görmürük. Bunu görməməyimizin səbəbi buradakı, yəni filimizin ağ rəngdə olmasıdır. Əgər biz bura daxil olub üzərinə bir dəfə vurmaqla başqa bir rəng seçəriksə, yenidən ekranda baxın, yazdıqda artıq o görünür. Və biz bunun rəng tonlarının, indi mavi rəngə keçmək istəyirəmsə əgər, X-i bir dəfə vururam, artıq mavi ton üstə keçir. Baxın, X hərfini bir dəfə vurdum. Bir dəfə vurmaqla, bir dəfə vuranda yenidən qırmızıya keçir. Biz brush'ın ölçülərindən oynaya bilirik. Bunu necə edə bilərik? Sağ düyməni basırıq. Sağ düyməni basdıqda baxın, size-ını azalda bilərik, yaxud da daha da böyük edə bilərik. Baxın, eyni zamanda burada hardness var. Hardness nə işə yarayır? Misal üçün, əgər biz hardnessimizi 100 eləsək, bir dəfə vursaq, baxın, hər tərəfi bilinən, yəni kəskin bir rəng tonu görünür. Əgər yenidən hardnessimizi 50-lərə gətirsək, yenidən vursaq, kənarlarında biraz yumuşalma görəcəksiniz. Sağ düyməni basıb hardnessimizi 0-a endirdikdə isə daha yumuşaq. Baxın, bu hissəyə yenidən vururum, daha yumuşaq, daha sumuz formada görəcəksiniz. İndi Ctrl Z ilə bunları geri çəkirik. Bunun yanı sıra burada sağ düyməni basdıqda bizə buraya baxın, burada çoxlu kitabxana var. Bunların içərisində fərqli formalar var, fərqli şeylər seçərək görsənməməsinin səbəbi ölçünün həddindən çox böyük olmasıdır. Baxın, o zaman bu beləçin plus işarəsi kimi göstərir. Ancaq belə baxın, onu balacalatdıqda beləçin bir fiqur əmələ gəlir. Yenidən basırıq. Baxın, misal birini də seçək, yeni çox böyükdür, böyük olduğu üçün gözəm. Bu şimşəkdir. Daha məsələ, gəlin bilinən bir rəng tonu, misal üçün bunu qara rəng seçirik. Ctrl Backspace-ə basırıq. Yenidən sağ düyməmizi gəlirik bura, brush tool'u götürürük, sağ düyməmizi basırıq və bunu daha da böyüdürük. Belə. Baxın, mavi rəngdir, indi ağ rəng edək. Gəlirik bura, baxın. Şimşək formasında brushlarımız var bizim artıq. İndi geri qaydırıq. Biz brush tool'u aktivləşdirərkən sağ düyməni dedik ki, basırıq. Burada ona aid çoxlu funksiyalar var və hamısını görə bilirik. Eyni zamanda brush'ın formasını da dəyişə bilirik. Misal, gəlirik bu brush'ı götürürük. Baxın, oval formadadır. İndi qoy rəng tonu verək. Baxın, oval formadadır. Biz bunu daha da sıxa bilərik. Bu formaya sala bilərik. Daha yumru edə bilərik. Belə eləyə bilərik. Misal, məsələn, əgər ovaldırsa, istiqamətini dəyişə bilərik. Baxın, belə. Yaxud da belə. Bu formada. İstədiyimiz formaya da sala bilirik. Yəni, dəyişə bilirik. Eyni zamanda biz brush'ı aktivləşdirən zaman eyni funksiyalar yuxarıda da çıxır. Baxın, bura daxil olduqda, misal, bir dənə vururuq. Baxın, burada brush'ımızın yenə size-ından oynaya bilirik, hardness-indən oynaya bilirik. Kitabxanamız var burada. Hər istədiyimiz brush'ı seçə bilirik. Brush'ın roundundan və istiqamətindən baxın, istədiyimiz kimi oynaya bilirik. Və bunlar eyni zamanda brush'ı aktivləşdirərkən həm bir dəfə üzərinə var, həm yuxarıda aktivləşir, həm sağ düyməni basaraq aktivləşdirə bilərik. Bunun yanı sıra Windows'da daxil olub, biz buradan brush'ı seçdikdə, baxın, bura gəlir brush. Brush'ın biz yenə buradan eyni forma Ctrl Z, eyni formada baxın, size-ından oynaya bilirik. Misal, bunu seçək. Və burada çoxlu bizim kitabxanamıza daxil olan brush'ları görə bilirsiniz. Windows'a daxil oluruq, sonra brush setting indiririk, bunu da gətirib, bunun yanına yerləşdiririk. Brush settingdən, brush'ı seçdikdən sonra, brush settingdə isə bunun üzərində, o fiqurların üzərində dəyişikliklər edə bilirik. Yəni, bayağınca bunu etmişdik. Baxın, size-ını ölçüsünü balacalandırır. Burada isə əyani formada elədiyimiz prosesi görə bilirik. Bu formada edə bilirik.
Bəs hardness ilə oynaya bilirik. Kənarlarını bax, smooth eləyirik. Smooth elədikcə burada artıq işıqlanma kimi bir şey olur. Özünüz də baxa bilərsiniz. Və bunun sonuncu nə üçündür? Əgər biz baxın bunu çəkəndə bir-birinə bağlı formada dairələrdə də bir-birinə yaxın formada yerləşdirilmiş dairələrdə bunu faizini artırarıqsa, bunlar şəkildə necə görürsünüz, bu hissədə necə görürsünüzsə o formada çəkməyə başlayacaq. Daha çox artırdıqda, misal üçün baxın, bu formada çəkməyə başlayacaqdır. Ctrl Z edirik. Bu da bu işə yarayır. Normalda bunu butonlarda saxlayırıq ya da tək istifadə üçün də. Eyni zamanda burada angellə oynaya bilirik. İstiqamətini görürsünüz. İstədiyimiz kimi hərəkət elətdirə bilər. Roundness-ində isə yenə sıxırıq. Misal burada bir dənə bunu seçirik. Gəlirik roundness-i sıxırıq. Sıxdıqdan sonra misal üçün belə bir almamız var. Biz buradan gəlirik brush tool-u aktivləşdirən. Aktivləşdirən kimi artıq burada görünməyə başlayır. Baxın, sönüb. Brush tool-u seçmədiyimiz sürəcə bunlar aktivləşmir. İndi gəlirik. Bunun əvvəlcə istiqamət böyüdürük. Hələ ki balacanadır. Yenə balacadır. O indi daha çox böyükdür. Hardasa, yox bu da böyükdür. Bu formatda, bu da əslində böyükdür. Bunu 500 etsək daha yaxşıdır. 500 daha yaxşıdır. İndi gəlirik bunu roundness-ini daha da belə sıxırıq. Sıxdıqdan sonra bu hissədə, layerimizdə gəlirik bura yeni bir layer əlavə edirik ki, əgər bizim verdiyimiz kölgə xoşa gələn olmasa, onu silə bilək. Yəni bunu hal-hazırda məsələn 2 layerimiz var. Amma elə zaman ola bilər ki, bu layerlərin sayı daha da çoxalar və bu silmə prosesi sizdə çətinlik yarada bilər. Sonra gəlirik. Biz kölgəni verərkən gedib hamısını qara rəngdə ya fərqli rəng tonlarında seçməyimizə gərək yoxdur. Yaxınlaşırıq. Hansı hissəyə kölgə verirsə, həmin hissədən nümunə götürürük. Baxın, artıq bura düşdü. Sonra gəlirik. Götürürük. Bir dəfə üzərinə tıklayırıq. Baxın, artıq bizim almamızın kölgəsi var. Hətta 2 dəfə vurduqda daha bəlirgin formada olur. İndi isə gələk brush'ın yüklənməsinə. Bu Brush Easy deyən bir səhifə var. Bu səhifəyə daxil olduqda burada çoxlu brushlar görəcəksiniz. Bu brushların hansı, yəni pulsuz olan versiyalarından istifadə edə bilirik. İstədiyimiz kimi yükləyirik və istifadə edirik. Misal burada nə yazaq? Gül brush axtaraq. Gəlirik bura. Bu uyğundur. Dəngə. Baxın, burada free download yazır. Üzərinə bir dəfə vurduqda bunları bağlayırıq. Bir dəfə vururuq. Yüklənməsini gözləyirik. Daha sonra bura daxil oluruq. Brush'ımızın burada. Bu işarəni brush'ın işarəsidir. Üzərinə bir dəfə vurduqda artıq bizim gedib brush'ı götürürük. Brush'ımızı götürürük. Bizim yeni yüklədiyimiz brush artıq bura düşüb. Baxın, bu hissədədir. Misal, gəlirik. Bunu götürürük. Ölçüsünü buradan balacalandırırıq. Çox balacalandırdıq. Daha da balaca oldu. Bu formada edək. Biraz daha belə. Bu hissədən ölçüsünü verdikdən sonra brushlarımızı istifadə edə bilirik. Baxın. Hətta Ctrl Z edirik. Almanın gözünü bağlayaq. Aynı zamanda bunu gəlirik brush'ımızı seçərək. İndi başqasını götürək və burada yeni layer əlavə edirik. Bu da fərqli bir formasıdır. Bu formada. Sonra gəlirik bu formada. Yarpaqları dəyişir, özünüz də görürsünüz. Hərəsi
fərqli bir tekstura ilə gəlibdir. 20-yə yaxın burada 20-dən 20-də deyəsiniz, səhv etmirəmsə 20 ədəd sizə brush növü veribdir. Yəni istədiyiniz kimi backgroundda istifadə edə bilərsiniz.